İndi sizin qeyd etdiyiniz bu 2001-ci ildə 11 sentyabr hadisələrindən sonra Azərbaycan antiterror əməliyyatlarına dəstəyi və s. İndi Senat bir icazə verdi prezidentə ki, sən bunu bir illik dondura bilərsən. Və ondan sonra biz ABŞ-də müəyyən bir təhlükəsizlik istiqamətində yardımlar ala bilmişik. Xüsusən Xəzər dənizində bəzi əməliyyatlar, narkotik əməliyyatları və s. barədə. Düşünürsünüzmü 907-ci düzəlişin ləğvindən sonra bu cür dəstəklərin, xüsusən hərbi təhlükəsizlik cəhətdən olan dəstəklərin daha da geniş miqyaslı olma imkanı barədə? Əvvəla onu qeyd edeyim ki, 907-ci maddə bu deməli Amerika Birləşmiş Ştatlarının Azərbaycana dövlət səviyyəsində iqtisadi qadağa aktıdır, dövlət səviyyəsində. Və belə olan vəziyyətdə doğrudan da bu bir biabırçı bir qanunverici aktı idi. Çünki Azərbaycan ittiham edirdilər ki, biz güya Ermənistanın blokadada saxlayır, biz güya ona hücum edirik. Bu yəni ümumiyyətlə absurddur, onlar özləri buna nonsens deyirlər. Bax, həqiqi nonsens vəziyyətidir. Və indiki halda 907-ci maddənin ləğvi bu dediyim kimi nəticə etibarilə ona gətirib çıxara bilər ki, münasibətlərimizin inkişafı yolunda əsas maneələrdən biri aradan qalxmış olar. Bu bir daha onu göstərir ki, Birləşmiş Ştatlar istənilən halda Cənubi Qafqaza, bu Qafqaz regionunda əsas dövlət olan Azərbaycana münasibətdə ədalətli davranışı ortaya qoyurlar. Bu bir ədalətin təntənəsi ola bilər. Və nəticədə bizim əlaqələrimiz ki, bu günlər sürətlə inkişaf edir və sonuncu deməli o Bakı enerji həftəsi çərçivəsində də bilirsiniz ki, 8 onda deməli orada təxminən imzalanmış o sənədlərin miqyası onu göstərir ki, xüsusən enerji təhlükəsizliyi nöqteyi nəzərindən bizim deməli münasibətin inkişafı üçün geniş imkanlar perspektivi açılıbdır. Və 907-ci maddənin ləğvi nəticəsində bu həm iqtisadi əlaqələrimizdə, ticarət dövriyyəsində özünü göstərə bilər. Nəzərə alsaq ki, məsələn, bu ilin hələ nəticələri bəlli deyil tam, amma keçən 2025-ci illə bağlı bizim iki tərəfli ticarət dövriyyəsinin səviyyəsi 1,6 milyard dollara gəlib çatıb, 1,6. Potensial daha böyükdür, elə 907-ci maddə buna mane olur. Və bizim Amerika Birləşmiş Ştatlarına ixracımız 62 milyondur. Onların bizə 62 milyon deməli dollar. ABŞ-ın Azərbaycana deməli ixracı isə 1,4 milyard dollardan çoxdur. Görürsünüz, yəni biz daha çox Birləşmiş Ştatlardan idxal edən dövlətik və əsas da ki, enerji məhsullarıdır, neft-qaz məhsullarıdır. Amma bizim bu bizə qarşı tətbiq edilmiş 907-ci maddənin ləğv edildikdən sonra ticarət dövriyyəsində kəskin artmanın olacağı proqnozlaşdırılır və eyni zamanda investisiya layihələrinin tətbiqi, yeni texnologiyaların tətbiq edilməsi, sonra daşımalar məsələsi və digər sahələrdə əlaqələrimiz sürətlə inkişaf edə bilər. Humanitar əlaqələr də yeni məzmun ala bilər. Və bunlar belə bir maddənin saxlanılması doğrudan da ABŞ-ın heç bir halda maraqlarına xidmət eləmir. Bu 92-ci reallığında deməli atılmış səhv bir addımdır. Xüsusilə Biden administrasiyası bu məsələni biraz da qəlizləşdirdi. Çünki siz haqlısınız, 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycan ki, antiterror, beynəlxalq antiterror mübarizənin önündə oldu. Bu prosesə böyük töhfə verdi. Və nəticədə o 907-ci maddənin fəaliyyəti hər il bir il müddətinə dondurulurdu. Lakin Biden administrasiyası həm bir yandan qondarma erməni soyqırımını tanıdı, eyni zamanda da paralel şəkildə o 907-ci maddənin deməli ki, dondurulmuşdu, onun donunu açdı və yenidən tətbiq vəziyyətinə gətirdi. Bu isə iki tərəfli münasibətlərimizdə çox deməli arzulunmaz bir səviyyəni şərtləndirdi. Və Trump administrasiyası birinci dövründə olduğu kimi ikinci hakimiyyət dövründə də Azərbaycana münasibətdə çox loyal mövqe ortaya qoyur, praqmatik siyasət həyata keçirir və xüsusilə də yəqin ki, dəfələrlə siz bunu görmüsünüz. Şarm el-Şeyxdən tutmuş, digər tədbirlərdə də cənab Trump, Azərbaycan prezidenti cənab İlham Əliyevə xitabən və eyni zamanda beynəlxalq ictimaiyyətə, dünya liderlərinə xitabən söyləyir ki, Azərbaycan prezidenti İlham Əliyev çox güclü siyasi liderdir, çox güclü. Və bunu dünyanın fövqəladə dövlətinin prezidenti səviyyəsində bu söylənilir. Və şəxsən Azərbaycan prezidentinin ABŞ-la münasibətlərimizə və eyni zamanda regional təhlükəsizliyə, beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi töhfəni hər kəs gözəl bilir və xüsusilə də bizim ABŞ-la münasibətlərimizin inkişafı heç bir halda üçüncü dövləti hədəf almayıb.
qətiyyən belə deyil. Və bugün Azərbaycan-İran münasibətlərinin də inkişafında ölkəmiz maraqlıdır, mehriban qonşuluq siyasətinə sadiqdir. Bu da heç bir halda üçüncü dövləti və ABŞ-ı hədəf almayıb. Yəni, müxtəlif güc mərkəzlərinin bərabər məsafədə olub, praqmatik siyasət həyata keçirmək, Azərbaycanın milli maraqlarını qorumaq, müstəqil siyasət həyata keçirmək və nəticə etibarilə elə bir vəziyyət yaratmaq ki, regionumuz, Cənubi Qafqaz regionu qlobal oyunçuların maraqlarının toqquşduğu deyil, kəsişdiyi məkana çevrilsin və bunu da dövlətimizin başçısı bacarır və ABŞ prezidentinin, eyni zamanda ABŞ Nümayəndələr Palatasına gəlmiş deputatın məlum mövqeyi hesab edirəm ki, ikitərəfli münasibətlərimizin gələcək inkişafı ilə bağlı çox geniş imkanlar pəncərəsinin açılacağına bir işarədir.